Magistratura səviyyəsinə qəbul olan bakalavrlar təhsil alacaqları ali təhsil müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirəcəklər. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti MyGov platformasında istifadəyə verilib. Xidmət sayəsində qəbul olunan bakalavrlar qeydiyyat prosesini rəqəmsal formada bir neçə addımda tamamlaya biləcəklər. Qeydiyyat 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-a dək davam edəcək. Magistraturaya qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə MyGov aydı vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın xidmətlər bölməsinin qurumlar kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan ali və orta ixtisas təhsil müəssisələrinə təhsil alanların qeydiyyatı xidmətinə keçid etməlidirlər. Qeydiyyat zamanı bakalavrlar şəxsi və qəbul məlumatlarını təsdiqləyir, tələb olunan məlumatları daxil edərək müraciətlərini göndərirlər. Bakalavrlar müraciətlərinin statusunu MyGov platformasındakı şəxsi kabinetləri vasitəsilə real vaxt rejimində izləyə bilərlər. Müraciət ödəniş gözlənilir statusunda olduqda təhsil haqqını onlayn ödə funksiyası ilə ödəmək və ya qəbzi yüklə seçimi vasitəsilə ödənişi təsdiq edən sənədi sistemə əlavə etmək mümkündür. Qeydiyyat müraciəti təhsil müəssisəsi tərəfindən yoxlanılıb təsdiqləndikdən sonra proses tamamlanmış hesab olunur və bakalavr magistr tələbəsi kimi rəsmiləşdirilir. Qeydiyyatın təsdiqlənməsi barədə vətəndaşa MyGov platforması üzərindən bildiriş göndərilir.